Məyər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O hər şeyi görür. Göyərçinlərə də xüsusi məhəbbətlə yanaşıram. Təbii ki, yəni göyərçinləri çox sevirəm. Hər bazar günü göyərçinlərə yarım saat, bir saat vaxt ayırmaq bütün beynində olan negativ halların boşaldılmasına gətirib çıxardır və fikrin dağılır və çox böyük sağlamlıqdır göyərçinlərlə məşğul olmaq. Onun üçün də göyərçinlər mənim çox xoşuma gəlir. Əgər sənə nifrət edirlərsə, deməli sən yaxşısan. Əgər səndə səhv axtarırlarsa, deməli sən düzsən. Əgər səni müzakirə edirlərsə, deməli sən maraqlısan. Əgər arxanca danışırlarsa, deməli sən onlardan öndəsən.